Hər vaxtınız xeyir olsun. Bütün izləyiciləri salamlayıram. Deməli, sizə bu günləri belə bir Hyundai iX35 Tucson təqdim edirəm, belə deyim sizə. Avtomobilin ili 2012, rəsmi dealer servisdən alınıb. 5 kraska, 2 dizel, 5 kraska. Yəni bu Beskraska sözü bəziləri durur orada bizdə səhv tutmaq istəyir. Biri nə bilim yazır, ay nə bilim Belarus dilində filandır. Qardaş, maşına kraska dəyməyibsə, özünüz də bilirsiniz ki, bazarda nə bilim alıq-satqı zamanı Beskraska deyilir də. Yəni bura avtomobil alış-satış səhifəsidir. Yəni o bəzi sözləri, yəni başqa səhifələrdə səhvləri girib tuta bilərsiniz. Nəysə, əl qərəz. Oturacaqların qızdırıcısı, start stop. Yürüş orijinal 180 4000 ideal vəziyyətdədir. Yəni maşının heç bir problemi yoxdur. Luk işlək vəziyyətdədir, damış şüşədir. Qeyd etdiyim kimi maşının heç buferlərinə belə hətta kraska dəyməyib. Bu da arxa hissəsi. Çox ekonom maşındır. Dizeli illiyir. Təkərlərin 4-ü də təzə, bakavinlər göz qabağında. Yəni başqa mənzil tərifə ehtiyac yoxdur. Nə var? Göz önündə. Qiyməti 21500 manat. Əlaqə nömrəsi səhifəmizdə qeyd olunub. Həqiqətən də belə maşın üçün, yəni belə deyim də sizə, indi ola bilər, gözləntiniz ola bilər ki, 18-19 elə hallarda olur. Düzdür, razıyam sizdən, amma həqiqətən də belə maşının söz olan mənzə, yəni qiymət üstündədir. Bir dovçaq. Əlaqə nömrəmiz səhifədə qeyd olunub, leasing kredit mümkündür. Ünvanımız Memar Əzəmdə. Gəlib avtomobilə baxa bilərsiniz.